Məryəm məktəbin həyətində gəzərkən həyətdə pul tapır. Ətrafına baxır, lakin heç kimi görmür. Məryəm öz-özünə düşünür ki, Görürsən bu kimin puludur? Özüm alsam necə olar ki? Yox, heç kimin haqqına girmək olmaz. Bəs necə tapacam bu pulun sahibini? Bildim, gedim müəlliməyə deyim, o mənə nə edəcəyimi deyəcək inşallah. o pulu yerdən götürüb müəlliməsinin yanına gedir. Müəlliməsini uzaqdan görən kimi onu səsləyərək deyir: Müəllimə, salam aleykum. Müəllimə, mən həyətdə pul tapmışam, amma kimindir bilmirəm. Pulun sahibini tapmaqda mənə kömək edərsiniz? Müəlliməsi onun sözlərini dinlədikdən sonra bu davranışına görə sevinir və Məryəmə belə deyir: Aleykum salam. Afərin sənə Məryəm. Tapan çoxdur, amma qaytaran az olur. Gəl pulu məktəbin elan lövhəsinə məlumat yazaq. Sahibi hər kimdirsə, oradan görüb bizim yanımıza gələcək. Məktəbin elan lövhəsində yazılır: Həyətdə pul tapılıb. Sahibi 7B sinif otağına yaxınlaşsın. Məryəm ilə müəlliməsi sinif otağına gedirlər. Biraz keçəndən sonra sinifə bir qız daxil olub dedi: Salam aleykum. O həyətdə tapılan pul mənim idi. Balaca qızın pulunu geri verdilər. O Məryəmə yaxınlaşıb ona təşəkkür etdi və dedi: Hər insanın içində vicdan var. Sən bugün onu dinlədin. Təşəkkür edirəm. Allah razı olsun. Bəli, unutmayaq ki, halallıq ən böyük sərvətdir.